Salamlar hər kəsə. Bu gün sizlərə maraqlı bir video göstərmək istəyirəm. Cloud Code barəsində. Cloud Code-u biz necə free istifadə edə bilərik bu barədə. Belə bir deməli repo çıxır ortaya. Cloud Code-u free istifadə etmək üçün burada bizə indi bir neçə variant var. Mən Nvidia key üzərindən gedəcəm. Free Cloud Code reponun adı GitHub-da yerləşdirilib. Tanış ola bilərsiniz, bura daxil olub, ümumiyyətlə nə məlumatlar var, nə konfiglər var, necə işləyir falan və s. Çox da qəliz deyil quraşdırmaq. Əsas Nvidia-dan mən indi key alacam, onu M fayılına yerləşdiririk, run edirik, bu qədər sadə. Bildiyiniz kimi Cloud Code birbaşa Anthropic-lə işləyir, yəni onu quraşdıranda artıq login eləyir. Anthropic-in loginindən istifadə etdikdən sonra artıq Cloud Code işləməyə başlayır. İndiki case-də isə buna ehtiyac olmayacaq. Biz birbaşa lokalda bir proxy server qaldıracaq, onun üzərindən işləyəcək. Həmin onu da eləyən bu repodur, Python servis. Deməli, biz bu məsələləri eləmək üçün bizə nə lazımdır? Birinci, Nvidia-dan key almalısınız. Bir variantın biri budur. Burada əslində variantlar var. Bunu necə istifadə edirlər? Ya Nvidia key, ya OpenRouter, DeepSeek, LM Studio, Llama CP. Biz indi gedirik Nvidia. Bu daha yaxşıdır əslində. Çünki Nvidia 80-dən çox modelə pulsuz akses verir. API key-dən istifadə edirsiniz. Dəqiqədə 40 request limiti var. Amma yenə də yaxşıdır. Deməli, nə edirik? build.nvidia.com-a daxil olursunuz. Bura daxil olandan sonra burada gördüyünüz kimi nə qədər modellərə akses var. Login olub, login olandan sonra müəyyən məlumatlar, e-mail falan, sonra bir dənə telefon nömrəsi ilə təsdiqləmə söhbəti var. Onu da edirsiniz, sonra profiliniz açılır. Açılan kimi orada API key almaq sizə göstərilir və klik edib API key alırsınız. Bu qədər sadə. Onu alıb secure bir yerdə saxlayırsınız, çünki bir dəfə göstərir onu, sonra baxmaq olmur. Mən artıq onu almışam, deyə buranı təkrarlamıram. Məndə artıq Nvidia API var. Bizə lazımdır next məsələ Pythonu yoxlamaq. Python daş versiyon yazırıq. Python 3.12.10 məndə quraşdırılıb, amma bu repo burada da görürsünüz 3.14-dən işləyir. PY versiyon yazsaq 3.14. Mən 3.14-ü də yükləmişəm, 3.12-ni də yükləmişəm. Məndə hər ikisi yüklüdür. Biz indi bunu istifadə edəcəyik 3.14-də. Birdən çox Python versiyası yükləmiyorlar. VNV ilə artıq onu hər layihəyə onu istədiyiniz versiyadan istifadə edə bilərsiniz. Amma əsas oda bizə lazımdır Python 3.14. İlk öncə Pythonu quraşdırmaq lazımdır. Əgər bu quraşdırılmayıbsa, python.org/downloads bura daxil olub Download Python Install Manager. Elə bunu yüklüyorsunuz, bu sizə köməklik eləyəcək Pythonu yükləməkdə. Bu yüklədikdən sonra bizə next lazım olur UV. UV versiyon. Bu yenə məndə də yüklənib hazırdır. Əgər sizdə yüklənməyibsə, UV-ni yükləmək üçün hazır mən kod verəcəm. Onu PowerShell-ə yapışdırırsınız. PowerShell Execution Policy Bypass komanda UV-ni yükləyir. Bunların hamısını artıq mən yerləşdirəcəm. Yekun bir faylda. Məsəl üçün UV-ni rahat yükləmək istəyirsinizsə bu komandı run eləyəcəksiniz. Artıq UV də yüklənəcək və CMD-də yoxladıqdan sonra bu versiyanın olduğunu görəcəksiniz.
UV-də install olandan sonra next bizə lazımdır cloud kodu install eləmək. Mən özüm də sildim bunların hamısını. Tək Pythondan UV-ni saxlamışam ki, yenidən quraşdıraq, birlikdə baxaq prosesə. Deməli, nə lazımdır? Cloud kodu quraşdırmaq. Gedirik cloud code download-a. Burada bu linkə giririk. Cloud code product cloudcode.com product cloud code. Bura daxil olduqdan sonra bunun da yenə burada komandı var. Bunu kopyaladıq. PowerShell açırıq. Yapışdırdıq bunu bura. Yüklənir. Mən pause eləyim videonu, çox yükləndi. OK. Location folder. Local bin cloud. Tamam, indi İstaş 2119 yüklədi. Bunu bağlayaq. PowerShell-i yenidən açaq. Görür. Same'də də yoxlayaq. OK, əla, quraşdırılıb. Hər ikisi də same'də olduğun təsdiqlədi. Əgər problem olsa amma installation'da, o zaman bizə permanent fix lazım olacaq. Patch faylları yerləşdirmək. Onun üçün hazır PowerShell komandı var. Bunu run edirik PowerShell-də. Patch'i fix edir. Misal CMD-də cloud versiyonunda cloud komandı cloud-u görmürsə, deməli patch problemi var. PowerShell-ə bunu yazıb fix eləyirik. Bir də normal CMD. Sonra bəzən olur ki, PowerShell-də işləyir, normal CMD-də işləmir. O zaman isə biz qeyd elədiyim bu komandı run edəcəyik CMD-də. Bunları qeyd edildiyim kimi axırda videoda description-a yerləşdirəcəm bu məlumatların hamısını. İndiki case-də biz yoxladıq ki, qaydasındadır bizdə cloud. Normal olaraq görür. Bu da əla. Cloud kodu da yüklədik. Sonra bizdən nə lazımdır? Patchlərimizi yoxladıq, qaydasındadır. İndi həmin bu layihəni klon edək. Açaq, git clone. Layihəmiz də yükləndi bura. Misal üçün, burada indi by default biz bir misal üçün test bir şeyə baxsaq, mən burada tutaq ki, cloud run eləmək istəyirəm. Birinci temanı soruşur məndən. Deyirəm, bax, burada görürsünüz. Ya account with subscription, ya cloud Anthropic console account, ya da third party platformlardan birinə keçmək lazımdır. Biz indi belə davam eləsək. Bu orijinal öz işləmə məntiqidir. Bunu davam eləmirik, bunu dayandırırıq. Prosta göstərirdim. Bunu yüklədik bura, keçirik bu folderə.
Siri flat code. Burada envimizi düzenleyip burada işlemiş. Təəssüf. Bu ilə envi. VS Code'la da açalım. Gördüğünüz kimi envi failin içində lazım olan məlumatlar var. Biz Nvidia flows ilə getdiyimizə görə biz heç bunları edit eləmək lazım deyil. Sadəcə bizə lazımdır həmin Nvidia-dan aldığımız keyi gətirib buraya yazmaq. Mən də burada bunu yazacağım, sonra bu ünvanı bağlayacağım. İndi videoya pauza verirəm çünki keyi buraya yerləşdirməkdən ötürü. Keyimizi yerləşdirdik bura, artıq repomuz hazırdır. Proqramlar, cloud code. Elə terminalı açıram burada. UV-miz yerindədir. Bu reponun içində UV sinkronizasiya yazırıq. Bu mövcud dependensləri falan yükləyir. Все, hazır. İndi isə proyekti run eləməliyik. Onu run eləmək üçün hazır reponun içində də komandı var. Yapışdırırıq onu bura UV run 8082. Artıq bizim servisimiz 8082 portunda rundur. Bundan işimiz yoxdur. Bu işləyir özü üçün. İndi bir test proyekt açaq. Misal üçün olsun mənim live clock düzəldəcəyik. Fərz edək. CMD-dən live clock layihəsini açırıq. Normalda bizim də cloud-la başlayanda terminaldan birbaşa bura cloud yazırıq. Amma indi onu etməyəcəyik. Ehtimala bir dənə bunun versiyasını yoxlayan yerindədir. İndi biz bunu belə etməyəcəyik. PowerShell-i açın burada. Burada görürsünüz run it. Birinci terminalda biz servisi işə salırıq. İkinci cloud kodu işə salırıq. Cloud kodu ya PowerShell-dən ya da ki bash command-dan işə salırıq. Mən indi PowerShell variantı ilə davam edirəm. Bunu kopyalayıram buradan. Bu komandı kopyalayıram. Yəni əvvəlində bunları atmalıyıq ki, cloud başa düşsün. O proxy verirləri. Həmin işlədiyimiz folderə gəlirik. Məsələn, live clock. Live clock'un içində yapışdıram bunu bura. Enter bastım. Burada temanı istəyir. Temamı seçdim. Görürsünüz, artıq o bayaqki login məntiqləri getdi. Artıq onu istəmir. Çünki bu proxy məntiqi ilə davam edəcək. Cloud can mistakes bunu bilirik. Enter folderə inanırıq. Artıq cloud kodumuz hazırdır. Biz bunu işlədə bilərik. Misal üçün, nə deyək? Build live clock is HTML, CSS, JS. Sağda bir prompt verirəm buna ki, bir live clock düzəlsin HTML, CSS, JS-dən. Bunu hər dəfə amma biz
Her yeni misal üçün işimizi gördük, bitirdik, söndürdük, sabah gəldik yenə də açırıq, yenə servisimizi run eləməliyik. Yenə bu qaydada cloud kodu işə salmalıyıq. Artıq faylımızı bizə hazırladı. Təsdiqləyirik bunu. Artıq faylımız hazırdır demək olar ki. Baxırıq ki, indi HTML-ə gəlib açırıq bunu. Gördüyünüz kimi belə bir Pipeclog hazırladı. Eyni ilə yəni artıq bu qayda ilə biz istədiyimiz reponu açıb, istədiyimiz dəyişikliyi, improvements, bug fix, nə bilim, yeni bir layihə qurmaq və s. bu qaydada işlədə bilərik. Init komandını yazaq. Bildiyiniz kimi hər hansı bir layihə başlayırsınızsa, bu init komandın boş layihədən söhbət getmir, mövcud bir layihədən söhbət gedir. Yəni init komandı yazırsınız ki, onu artıq başa düşsün layihənin strukturu nə var, hansı dependensiyalar falan özü üçün bir CloudMD faylı yaradır. Bloqçimizə baxsaq, oradan da görürsünüz çağırılır. Bu API-lar yəni bunun üzərindən işləyir. Elə bir güclü RAM da görmürəm mən, normal zamsı yüklənmə zadı yoxdur. Qaydasında işləyir. CloudMD faylını yaratdı, yes deyirik. Bunu da artıq burada yaratdı. Xırda bir eksperiment edək bununla. Gördüyünüz kimi layihə haqqında qısa bir məlumat toplayıb özündə. Gəlin belə bir xırda bug problem yaradaq, belə deyim. Misal üçün set interval. Bunu burada onu böyüdürəm. Bilərəkdən. Buranın bir də slash atıram. Bu faylı artıq zədəliyəm. İlk görüm JavaScript-ə sağ olsun, baxmır elə şeylərə, elə run eləyir nə olsun. İndi okey, biz artıq o fayla zədələdik. İndi Cloud Code-dan istəyəcəm ki, həmin faylda problemləri tapsın. Sadə bir prompt yazdım ki, faylımızda problemlər var, sintaks problemləri, onu tapsın hamısını və hamısını fix eləsin. Görək, indi onu tapacaqmı? Tapacaq böyük ehtimal. Gördüyünüz kimi gördü. Mən ona bir slash artırmışdım. Yes deyirik, ondan düzəltsin. Bunu da görürsünüz, görüb. Set intervalı səhv yazmışdım. Belə olmalıdır. Yəni yüksək səviyyədə işləyir. Burada yes düzəltsin. Tamam. Hər iki xəta aradan qaldırıldı. Baxırıq, bəli. Bu qədər. Siz də diqqətlə izləyin videonu. İndi lazımı komandları da videonun description hissəsinə yerləşdirəcəm. Yükləyin, test eləyin, keyf eləyin. Sağ olun.